Dostlar salam, yeni bir Power BI videosu ilə qarşınızdayıq. Dostlar biz bu videoda insan resursları işçilərin məzuniyyət planlamaları prosesi ilə bağlı danışacağıq. Dostlar bizdən belə bir cədvəl tələb olunur, belə bir hesabatlıq tələb olunur ki, işçilərin adları qarşısında olmaqla sütun hissəsində periodların adları və bu iki aralıqda bu dəyərlər hissəsində isə misal Alan McCarthy adında bu işçi 2020-21-ci il periodunda, yəni bu iş ilində hansı aylarda deməli məzuniyyətə çıxmaq istəyir və ya ki bunun planlamasını eləyir. Bunların hamısını bura yazmaqdır. Yəni yoldaşlar burada biz bir ayda yaza bilərik. Məsəl üçün 2020-ci ildə iyun ayında çıxmaq istəyir. Və yaxud da ki bu deməli aralıqda ola bilər ki iki fərqli ayda və ya ki bir neçə ayda çıxmağı planlaşdırırdı. Yəni iyun, vergül, iyul, vergül, avqust kimi ola bilər. Dostlar, bax bunu etmək üçün, yəni bunu daha çox bizdən etmək tələb olunur və bunu etmək üçün bizim qarşımızda bizə 2 ədəd əsas cədvəl deməli təqdim olunmuşdur. Bu cədvəllər yoldaşlar, birincisi employee cədvəli, yəni ki işçilər cədvəlidir. İkincisi isə bu işçilərin hansı periodlarda və hansı aylarda məzuniyyətə çıxacaqları ilə bağlı olan və onun qeydlərini özündə daşıyan Leave Plans adında bir cədvəldir. Yoldaşlar, bunları həmçinin table video hissəsindən göstərmək istəyirəm içərinin strukturunu. Baxın, ID və full name employee cədvəlindədir. Həmçinin Leave Plan-da isə yoldaşlar, baxın, əsas employee-nin ID-si hansı periodda və hansı ayda çıxacağını da bu şəkildə burada görə bilərsiniz. Yoldaşlar, geri qayıdıram daha doğrusu bu table vizualı üzərinə. Dostlar, baxın, sadə bir şəkildə düşünə bilərik ki, misal üçün Leave Plan isə zaten monthsların adı, yəni ayların adları var. Bu monthsın adını gətirib də bu matrix vizualında values hissəsinə qoysaq və yoldaşlar fikir versəniz, müəyyən bir dəyərləri və ədədləri, daha doğrusu ayların adlarını bizim üçün deməli qaytarır. Lakin yoldaşlar, məsələ budur ki, bayaqları dediyim məsələ, burada hər zaman bir ay yazılmaya bilər. Misal üçün 21 və 22-ci il periodunda avqustdan başqa sentyabr, oktyabrda ola bilər. Bunları vergül şəklində bir-birinin arxasınca yazmalıdır bu xananın içərisində. Yoldaşlar, baxırıq ki, elə bir case yoxdur. Düşünə bilərik ki, bəlkə hər birində bir ay yazılıbdır. Lakin əvvəlcədən deyə bilərəm ki, bu cədvəldə, yəni ki, bir işçi bir periodda, bir fərqli aylarda məzuniyyət planlaması eləyə bilər. Yoldaşlar, hansı ki bunu oradan da, yəni biznes tərəfdən də bunu düşünə bilərik. Həmçinin yoldaşlar fikir versəniz, values bölməsində mən sütun adını atdığım zaman o default olaraq təbii ki də string olduğu üçün, baxın, yəni sözlərdən və s. ibarət olduğu üçün, baxın, summarization bölməsində first, last, count kimi müəyyən bir summarization deməli dəyərləri bizim üçün qoymuş olur və bunlardan default olaraq first-ü seçir. Bu da deməkdir ki, yoldaşlar, hətta bu sətirlərdə tutaq ki, Alan McCarthy-yə bir neçə dənə ay yazılmışdırsa, onlardan ilk gələn avqust olduğu üçün bura avqustu buraya yazmış olur və digərlərini sanki görməzdən gəlir. Və dostlar, belə olduğu təqdirdə artıq birbaşa mənim sütun olaraq months-ı bura əlavə etməyim digərləri kimi artıq uyğun deyil. Və biz bunun üçün burada təbii ki də bir hesablama, bir measure yaratmalıyıq. Yoldaşlar, hesaplamanı etməmişdən öncə tam gedişatı tam başa düşməyiniz baxımından birbaşa hesablamaya keçməyəcəm. Bu hesablamaya gəlib çıxana qədər hər bir addımı fərqli elementlər vasitəsilə göstərməyə çalışaq. Yoldaşlar, ilk öncə table view-ya gəlirəm və employee cədvəlini açıram. Yoldaşlar, employee cədvəlində əgər biz bayaq etdiyimiz kimi sadə bir şəkildə sütunu bura əlavə etmək istədiyimiz zaman və gözlədiyimiz də budur ki, yoldaşlar, employee qarşısında elə bir sütun olsun ki, o sütunda yazılsın ta ki Marilyn Hayden qarşısında ta ki hansı aylarda çıxıbdır deməli məzuniyyətə, yanvar, fevral, digərləri yazılsın vergüllər, həmin o dəyəri mən gətirim bu hissədə o values olaraq əlavə edeyim, o da periodlara bölsün. Gözlədiyimiz budur. Gəlin o zaman bu hissədə ilk öncə bu məsələni etməyə çalışaq. Yoldaşlar, new column deyəcəm bunun üçün və new column vasitəsi ilə bu şəkildə leave months deyək, hansı aylarda çıxacağını bildirmək üçün leave months olaraq və yoldaşlar, bunu etmək üçün təbii bir neçə dənə DAX funksiyası bilməyimiz gərəklidir. Dostlar, yeri gəlmişkən bir məsələni deyim. Bu dərsdə biz hansı DAX funksiyası nə işə yarayır, bunlar üzərində danışmayacağıq. Əgər yazacağımız DAX kodlarında müəyyən çətinlikləriniz varsa, onları ayrıca araşdırmanızda tövsiyə var. Yoldaşlar, yəni employees cədvəli, leave plans cədvəli arasında one to many əlaqə tipi var və bunun employees tərəfi 1-dır
leave plans hissəsi isə mini tərəfidir. Yəni ki, yoldaşlar, mən hal-hazırda leave plans-dən hər hansı bir dəyəri gətirmək üçün artıq müəyyən bir funksiyadan, yəni ki, related funksiyalarından istifadə etməliyəm. Yoldaşlar, related funksiyası əsasən related və həmçinin related table funksiyalarına bölünür. İki əsas funksiyadır bunlar, bu proseslər üçün istifadə olunan. Lakin biz employee cədvəli üzərində dayanıb, yəni ki, one tərəfdə dayanıb, mini tərəfdən məlumat gətirdiyimiz zaman, bu zaman biz related funksiyası deyil də related table funksiyasından deməli istifadə edirik. Yoldaşlar, related table funksiyası vasitəsilə biz employees-dən, yəni employee cədvəlindən, leave plans cədvəlindən employees-ə uyğun gələn sətirləri ilk öncə import edək. Yoldaşlar, uyğun gələn sətir dedikdə qısaca bir xatırlatma eləmək istəyirəm. Hansı ki, leave plans-da bilirsiniz ki, artıq employee ID var və employees cədvəlindəki ID ilə one-to-many əlaqə tipində kardinalitesi var. Və yoldaşlar, mən əgər bir işçimin bir neçə dənə, bir və yaxud ki, bir neçə dənə sətrə uyğun gəlirsə və employee ID-si yazılıbsa leave plans-da, həmin sətirlər mənə related table funksiyası hal-hazırki vəziyyətdə virtual olaraq geriyə qaytarır. Və bundan sonra yoldaşlar, biz həmin o geri döndürülmüş dəyər, deməli cədvəldə və ya sətirlərdə istədiyimiz işi görə bilərik. Yoldaşlar, misal üçün, Marilyn Hayden yanvar, fevral və mart aylarında deməli məzuniyyət planlaması edibsə, onun üçünü də fərqli-fərqli sətirlərdə mənim üçün geriyə deməli return eləmiş olur və leave plans şəklində geriyə return etmiş olur. Və yoldaşlar, mən bunun üzərindən artıq həmin ayların üzərində gəzib, yəni hər birinin üzərində addımlayıb tək-tək bir-birinə birləşdirə bilərəm. Yoldaşlar, addımlamaq dedikdə söhbət x-li funksiyalardan və birləşdirmək dedikdə isə concatenate funksiyasından gedir. Yoldaşlar, concat yazırıq, yəni concatenate x funksiyasından istifadə edərəkdən bu şəkildə mən leave plans üzərində artıq related edilmiş leave plans üzərində gəzirəm. Expression olaraq yoldaşlar, bu hansı sütunu birləşdirmək istəyir? Bu da eyni qayda leave plans'in months sütunudur. Həmçinin yoldaşlar, delimiter olaraq isə vergül şəklində ayıra bilərik. Və yoldaşlar, enter düyməsini klikləyəndə baxın, mənə bir ədəd sütun yaratmış olur və bu sütunda hətta fikir versəniz, gözlədiyimiz üzrə ayların adlarını vergül şəklində gətirib. Yoldaşlar, bu da o deməkdir ki, Marilyn Hayden aprel və dekabr aylarında məzuniyyətə çıxmağı planlaşdırır. Yoldaşlar, elə yeri gəlmişkən bir məsələyə toxunum. Burada bir mötərizə açmaq istəyirəm yoldaşlar. Yenidən leave months bizim yəni əsas məzuniyyət planlamasını qayıdacağıq. Fikir verirsəniz yoldaşlar, bu halda artıq ayların adlarını sıralı şəkildə yazmır. Yəni ki, fikir verirsəniz yanvar burada ortada düşübdür və s. May sona düşübdür. Bunların hamısını sıralı şəkildə yazmaqdan ötürü yoldaşlar, bizə bir köməkçi cədvəl lazım olur əksər vaxtı. Mən istəyirəm ki, burada bir mötərizə açıb bunu icra edeyim. Əgər təbii buna siz ehtiyac duymasanız, videonu biraz daha irəliyə apara bilərsiniz. Yoldaşlar, biz bunun üçün yeni bir cədvəl yaratmalıyıq. Bu mənadakı bu ayların adları olan və həmçində ayların sıralaması olan 2 sütundan ibarət və 12 sətirdən ibarət bir cədvəl yaratmalıyıq. Və ondan sonra əlaqə yaradıb da, yəni bu leave plannings ilə əlaqə yaradıb months cədvəli ilə və bu months cədvəlinin hansı sıralamada düzüldüyünü ona bir tanıda bilərik. Yoldaşlar, bunu etməyin bir neçə üsulu var Power BI-də. Bunu həm enter data vasitəsilə də bir cədvəl yarada bilərsiniz manual əlinizlə. Həmçinin yoldaşlar, adi bir Excel-dən import da edə bilərsiniz. Yoldaşlar, sadəcə fərqli olsun deyə bu videoda mən sizə onun daha fərqli üsulunu göstərmək istəyirəm. Bunu biz bir measure, daha DAX kodları vasitəsilə eləyəcəyik. Yoldaşlar, modeling bölməsində new table deyəcəm. Bu table'ın adı olsun months table'ı. Həm də yoldaşlar, məqsədim budur ki, bir sütun, daha doğrusu 2 sütundan ibarət deməli və bir sütununda olacaqdır 1-dən 12-yə qədər ədədlər və həmin ədədlərin qarşısında həmin ədədlərə uyğun gələn ayların adları. Yoldaşlar, yeni bir cədvəl ümumiyyətlə həmin o sütunu yaratmaq üçün ilk öncə nə iş görəcəyik? Generate series adında bizim bir deməli funksiyamız var, bir DAX kodumuz var. Bu iki tarix, daha doğrusu iki dəyər arasında və increment valuesunu vermək şərti ilə bir sıralama düzəldir. Yoldaşlar, biz bu generate serisi bu şəkildə istifadə edə bilirik. Bəzən olur müəyyən bir hər hansı bir tarixlərin əlavə olunmasında da istifadə, yəni tarix aralığını qoymaqda da istifadə edirik. Hər halükarda bu şəkildə biz 1,12 və s. yazacağıq. Həmçində increment value olaraq da 1 əlavə edəcəyik. Yoldaşlar, bundan sonra mən bunu təbii ki də 1-dən 12-yə qədər bir cədvəl yaradacaqdır. Hətta gəlin bu yaratmış olduğu cədvələ baxaq.
Baxın, okey, yəni enter deməsən klikləyirəm. Baxırıq, bir ədəd sütundan ibarət 1-dən 12-yə qədər dəyər yaratdı. Yoldaşlar, indi isə mənim qarşısına bir ədəd month sütunu gətirəcəm və bu 1-ə uyğun gələn yanvarı, 2-yə uyğun gələn fevral və ən sonda isə dekabra qədər bunlar getməlidir. Yoldaşlar, bunun üçün add columns-dan istifadə edəcəm. Hansı ki, add columns hər hansı bir cədvələ, hətta fikir versəniz ilk arqumenti elə table-dır. Bu general series də zaten bir sütundan ibarət, 12 sətirdən ibarət bir cədvəl yaratmış oldu. Bu cədvələ hər hansı bir yeni kolumları add edəcəm. Yoldaşlar, yeni yaradacağım kolumun adı təbii ki də months-dır və yaxşı bunu necə yaradacağıq? Yoldaşlar, burada siz təbii ki də if funksiyasından da istifadə edə bilərsiniz. If 1-dirsə, yanvar olsun 2-də. Amma biraz siyahı uzun olacağı üçün biraz daha yaxşı bir variant düşünmək lazımdır burada. Bunun üçün yoldaşlar belə etmək olar. Hansı ki biz bilirik ki format funksiyası içərisinə dəyər, yəni tarix yazılanda və onu 4M vasitəsilə kodlaşdıranda bizə həmin deməli tarixin deməli həmin tarixin ayının adını qaytarır. Yaxşı yoldaşlar, burada təbii ki də tarix yoxdur, amma biz əlimizdə əgər tarix olsaydı bunu edə bilərdik. O zaman gəlin yoldaşlar, burada bir suni şəkildə bir tarix yaradaq və onun üzərindən öz işimizi görək. Yoldaşlar, tarix yaratmaq üçün date funksiyası və il olaraq heç bir fərqi yoxdur. Hər hansı bir il verə bilərik. Məsələn, 2000-ci il verirəm, biraz arxa bir il olsun və month olaraq yoldaşlar biz burada value-dan istifadə edə biləcəyik. Hansı ki bu value, bu yaradılmış olan bu sütun value-sudur və day olaraq da 1 olsun, heç bir yenə fərqi yoxdur. Və bu şəkildə yoldaşlar mən bu add columns və içərisində bu arqumentlərlə bunu commit etdiyim zaman baxın yoldaşlar mənə bir tarix yaratmış olur. İndi mən bu tarixdən istifadə edərək artıq öz sütunumu, yeni sütunumu yəni tam formalaşdıra biləcəm. Yoldaşlar, yeni bir sütun artıq əlavədən yaratmağa ehtiyac yoxdur. Zaten bu sütun bizə tarixi veribdir. Elə bu tarixin özünü də, yəni ki date funksiyası vasitəsilə yaradılmış olan bu tarixin özünü də format edəcəyik və etdikdən sonra yoldaşlar 4 dənə M deyə kodlaşdırsaq artıq bizə baxın yanvar, fevral və dekabra qədər olan dəyərləri qaytarmış oldu. Və yoldaşlar, bunu da yeni qaydada sort by columns-dan value deyə sort etsək artıq tam sıralı şəkildə olmuş olacaq. Həmən bura gəlib də, yəni bizim model bölməsinə gəlib də leaf plans ilə yeni yaratmış olduğumuz months-ı da bu şəkildə month sütunları üzərindən birləşdirə biləcəyik. Yoldaşlar, artıq geri qayıdıram yenidən bayaqki o hissəmə, hansı ki employees bölməsində yeni bir sütun yaratmışdım. Artıq burada leave plans months-dan istifadə etməyə bilərik. Onun əvəzinə month sütunundan, daha sonra month cədvəlində olan month sütunundan istifadə edəcəyik. Yoldaşlar, təbii ki də birbaşa bunu yazanda bu çıxmayacaq. Səbəbi odur ki, leave plans ilə month sütunun arasında one to many əlaqə tipi var. Yəni ki, many tərəfi işin leave plans tərəfidir. Month tərəfi isə one tərəfidir. Oradan yəni müəyyən bir məlumatı gətirmək üçün one tərəfdən many-yə o səbəbdən relate funksiyasından istifadə edəcəyik. Və yoldaşlar, month'ın da burada month sütunu seçsək, baxın yoldaşlar, biraz görüntü dəyişmiş oldu. Bayaqları dediyim kimi yanvar ortadaydısa artıq baxın işin yəni stringin ilk hissəsini keçdi və dekabr sonda qaldı. Bayaq fikir verirsiniz may sona yaxın idi, oktyabrdan qabaqdaydı. İndi isə lazım olan nöqtəyə gəlmiş oldu. Və bu şəkildə dostlar, bu daha yaxşı bir üsul sayılır. Dostlar, bax indi bundan sonra mən gəlib həmin bu sütunu da eyni qaydada bayaq etdiyim kimi values bölməsinə atmaq istəsəm, baxın yoldaşlar, mənə hardasa aşağı yuxarı istədiyimi verir. Mən zaten görmək istədiyim görüntü də buydu, düzdürmü? Yəni ki, məsələn, Alan McCarthy bu dövrdə bu aylar üzrə çıxıbsa, onu bu şəkildə vergül olaraq ayrı-ayrı getməlidir. Lakin yoldaşlar, mən hiss edirsinizmi, mən demədən fikir versəniz, burada da əslində biraz daha uyğunsuzluq gözə çarpır. O da uyğunsuzluq nədir yoldaşlar? Mən təbii müəyyən bir dəyərlər burada əlavə etdim. Hansı ki, hər bir işçinin qarşısına hansı perioddan deməli mövzuda çıxıbsa, daha doğrusu period deməkdə hələ ki hansı aydan çıxıbsa, period fərq etməksizin həmin ayların bura adlarını yazmış olur. Yenə də fərq etməz yoldaşlar. Mən bunu sütundan gətirdiyimə görə bu gedir onu artıq perioda falan bölmür. Bunu burada etmiş olduğu hesablama sadəcə həmin sütundan gələn, baxın, first deməli dəyər sayılır. Yoldaşlar, bu dəyərlər, yəni məsələn Alan McCarthy üçün yanvar, mart, iyul, avqust və dekabr yazılıb, düzdürmü? Bu əslində baxın elə bax Alan McCarthy-nin qabağında yazmış olan bütün dəyərlərdir. Onu da götürür yoldaşlar, baxın, bütün periodlar üzrə hamısına belə gedir. Yoldaşlar, bax bu da əslində aşağı yuxarı bizim istədiyimizi vermir. Yəni ən azından periodlar işin içərisində olmasaydı, bəli, verəcəkdi bizim istədiyimizi. Baxın, periodları buradan çıxaranda əslində bizim istədiyimizi verir aşağı. Amma lakin bu periodları işin içərisinə qatdığımız zaman isə artıq burada bu bizim işimizə bir növ yaramır. O zaman dostlar,
biz gəlin bu işin üstəsindən necə gələcəyik, artıq bunu periodlar üzrə necə bunu böləcəyik, biraz da onun üzərindən danışmağa çalışaq. Yoldaşlar, əslində leave months sütunu yaratmışdıq. Elə bu leave months sütunu bu işin başlanğıcıdır. Bizim əslində bax problemimiz haradır? Gələn dəyəri biz periodlar üzrə bölə bilməmişik. Burada periodlar üzrə bölə bilməmişik. Həmin bunu periodlar üzrə bölmək lazımdır. Yoldaşlar, o səbəbdən artıq bunu sütunda vesairə etməyə gərək yoxdur. Birbaşa mən bunu istəyirəm ki, new measure vasitəsilə edim. New measure deyəcəm. Yoldaşlar, leave months deyək. Eyni qaydada by period deyək. Bu səfər bir fərqlilik olsun. Yəni o leave months yazmayaq, elə eyni adlı olmasın. Leave months by period yazmış olacam. Yoldaşlar, bizim burada əslində əsas məntiqimiz budur ki, mənim bayaqları o etmiş olduğum concatenate vasitəsilə birləşdirmiş olduğum ayların adları var idi. O ayların adlarını biz təbii ki də elə ki, müəyyən periodlara, müəyyən bir filtra, əsas məsələ budur ki, müəyyən bir filtra tabe tutmağım üçün biz bunu measure'da yazmalıyıq və bu səbəbdən burada measure yazdım. İndi isə yoldaşlar, gəlin onu artıq necə birləşdirəcəyik, bir ona baxaq. Yoldaşlar, burada biz ümumi olaraq summarize funksiyasından istifadə edəcəyik. Bir bəri başdan demək istəyirəm bunu. Yoldaşlar, summarize funksiyasından istifadə etməyimizdəki məqsəd budur ki, biz hər bir işçi üzrə hansı aylarda, hər bir işçi, yəni ki, hansı ayda məvzuda çıxıbdır, onu ümumi olaraq bir virtual olaraq əlimizdə saxlayaq. Daha sonra isə onu artıq hansı periodda, daha doğrusu period deməyi, hansı ayda məvzuda çıxıbdır, onu da yenidən toplu şəkildə birləşdirək. Və belə olduğu təqdirdə, yoldaşlar, bu measure bizə imkan verir ki, bunu istədiyimiz kimi filtrasiyaya tabe tutaq. Əks təqdirdə, yoldaşlar, bayaqlar dediyim kimi, biz əslində eyni işi sütunda da görə bilərdik. Lakin sütunda gördükdən sonra qarşımıza bu şəkildə problem çıxır. O problemi həll etmək üçün isə, yoldaşlar, biz measure'a müraciət edə bilərik. Yoldaşlar, o səbəbdən gəlin summarize vasitəsilə bizim employee cədvəlimizi bir summarization edək. Məqsədimiz də budur ki, ID falan ehtiyac yoxdur. Elə full name-in qarşısında bir ədəd deməli sütun olsun. Hansı ki, bunun adına qoyaq elə leave plans deyə qoya bilərik. Və yoldaşlar, aşağı düşürəm. Əslində bayaq yazdığım olduğumuz o concatenate x var idi. Həmin onu burada yenidən tətbiq edə bilərik. Yoldaşlar, gəlin yazaq həmən sürətli şəkildə related table funksiyası. Həmçinin burada leave plans deyəcəyik və həmçində yoldaşlar related cədvəlindən də, related vasitəsilə months cədvəlindən də months-ı gətirək. Delimiter olaraq bu şəkildə birləşdirək və ümumi olaraq summarize-ı bitirək. Yoldaşlar, bax, bu hər bir işçi üzrə, adları üzrə qarşısında hansı ayda deməli məvzuda çıxacaqdır. Onların hamısının burada bu şəkildə deməli ümumi görüntüsünü bizim üçün yaradır. Yoldaşlar, burada əslində full name-ə ehtiyac yoxdur. Belə baxımda yazmaya da bilərsiniz. Sadəcə ümumi görüntünü qazanmaq üçün sizin üçün yazdım. Əks təqdirdə bunu buradan da eyni qaydada silə bilərsiniz. Bundan sonra yoldaşlar, artıq siz bax, bu yaradılmış bu cədvəli tamam hər bir işçi üzrə, summarization edilmiş hər bir işçi üzrə bunu birləşdirə bilərsiniz. Nə edəcəksiniz yoldaşlar? Yenidən concatenate x deyəcəksiniz və bundan sonra yaradılmış olan, birləşdirilmiş olan hər bir işçi üzrə birləşdirilmiş olan bu leave plans-i yenidən hamısını bir-birinə birləşdirəcək. Artıq yekun vahid bir, elə bir ki, string yaranmış olur, vahid bir dəyər yaranmış olur. Artıq yaradılmış olan bu vahid dəyəri artıq biz istədiyimiz filtra tabe tuta biləcəyik. Yoldaşlar, gəlin indi baxaq bu necə görüntü qazandırır. Yoldaşlar, leave months-ı buradan çıxıram, yəni oradan siləcəm və leave months by periodu values bölməsinə atdığımız zaman isə yoldaşlar, baxın, daha dəqiq bir deməli hesablama bizim üçün olmuş oldu. Artıq fikir versəniz, məsələn, Almanya'da bayaq uzun-uzun yazmışsa, artıq avqust, dekabr, iyul, mart və sadəcə yanvar və digərlərində də eyni qaydada, bəzilərində bir neçə dənə fikir versəniz dəyər olmaq şərti ilə bu şəkildə bir bölgüsünü aparmış oldu. Yoldaşlar, videomuzun əsas hissəsi bundan ibarət idi. Burada sizə göstərmək istədiyimiz əsas məqamlar da buydu ki, yəni ümumi olaraq bəzən yoldaşlarımız birbaşa sütundan məlumatı gətirir, lakin sütundan gələn məlumatı necə bir calculation olur, yəni bir hesablama edilir, onu bəzən gözdən qaçırırlar və bu şəkildə DAX kodları vasitəsilə artıq biz gördük ki, burada daha fərqli, daha optimal bir yanaşma ortaya qoymaq mövcuddur. Dostlar, videomuz bundan ibarət idi. Növbəti videoda görüşənədək sağ olun.